burada bir önəmli məsələyə də toxunmaq istəyirəm. Bu indi toxunacağım məsələ sahurla əlaqəli məsələdir. Və bu məsələ, hətta mən deyərdim ki, unudulmuş sünnələrdəndir. Və tək Ramazana da xas deyil. İlin bütün günlərinə aiddir. Lakin Ramazanda özünü daha çox qabarıq göstərir. Niyə? Çünki adətən oruç tutanların hamısı və bir çoxsu sahura durduqlarına görə. Ona görə. Ramazanda özünü daha qabarıq göstərir. O da hansı məsələdir? Səhər vaxtı Allahdan bağışlanma diləmək. İstiğfar. Səhər vaxtı. Səhər, sahur. Eyni sözdür. Cəmi əl-əshar. Bizim dildə, Azərbaycan dilində səhər deyəndə gündüzün sinonimidir. Gecə, gündüz, axşam, səhər. Amma ərəb dilində sahar deyiləndə, sahur və ya suhur deyiləndə nəzərdə tutulan gecənin son 1/3-nin son vaxtıdır. Yəni belə desək, fəcirdən qabaqçı olan vaxt. Fəcirdən qabaq, sübh namazı girməmişdən qabaq olan vaxta nə deyirlər? Səhər. Həmin yeməyə ona görə sahur və ya suhur deyilir. Çünki o yeməyi səhər vaxtı yediyinə görə. Yəni fəcirdən qabaq. Və bu vaxt istiğfar vaxtıdır. Günahların, Allahdan günahların əffinin diləndiyi əsas vaxtdır. Elə bil ki, insan öz səhərini istiğfarla qarşılayır. Hələm sübh namazı girməyib. Sübhdən qabaq oyanıb istiğfarla. Sübh namazını, fəcri belə qarşılayır. Gününü belə açır. Və bu barədə Quranda 2 ayə varid olub. Biri Əz-Zəriyyət surəsində, biri Əl-İmranda. Əz-Zəriyyət surəsində Uca Allah buyurur ki, Kənu qalilən minəl-leyli mə yəhcəun. Onlar gecələri çox yatmazlar. Gecənin az bir qismini yatarlar. Gecənin çox hissəsini oyaq keçirərlər. Allah Azza və Cəllə ibadət əhli, abid qullarından danışır. Kənu qalilən minəl-leyli mə yəhcəun. Deməli, bu ayə nəyə dəlalət edir? Gecə namazına, aydındır. Və sonra buyurur ki, وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ. Onlar gecələri ibadətlə keçirərlər və səhər vaxtı Allahdan bağışlanma diləyərlər. Fikir verdiniz? Allah Azza və Cəllə istiğfarı gətirdi və vaxt olaraq hansı vaxtı qeyd elədi? Səhər vaxtını. وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ. Onlar səhər vaxtı, sübh çağı, fəcirdən qabaq istiğfar edərlər. Həmçinin Əli-İmran surəsində Uca Allah buyurur ki, وَالصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنْفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ. Yenə də səbr edənlər, sadiqlər, Allaha muti olanlar, Allah yolunda infaq edən, xərcləyənlər və səhər vaxtı Allahdan bağışlanma diləyənlər. Ona görə mən əvvəldə dedim, bu tək Ramazana xas deyil. Çünki sübh öncəsi hər gün olur. Sadəcə olaraq bu Ramazanda özünü daha qabarıq göstərir. Ən azından ona görə ki, sahura hər kəs durur. Ona görə sahura duranda elə bu adəti bu Ramazandan başla. Sahura duranda istiğfarı çoxalt. Xüsusən də fəcrə yaxın. Hətta yemək yeyək, öz ailənlə, əhlə əyalınla istiğfarı çoxalt. Və bu sənə bu Ramazandan bir adət qalsın. Və sonra da ilin digər günlərində sübh namazından qabaq durdun,
Hətta lab 2 dəqiqə, 5 dəqiqə qabaq. Fərqi yoxdur. Ta sübh girənəcən səhər vaxtı sayılır. İstiğfar vaxtıdır. Yaqub əleyhissalam öz övladlarına deyir ki, Səvfə əstəğfiru ləkum Rabbi. Səvfə əstəğfiru ləkum Rabbi. Mən Rəbbimdən sizin üçün, sizin günahlarınızın bağışlanmasını diləyəcəm. Bu ayənin təfsirində bəzi rəvayətlərdə gəlir ki, Yaqub əleyhissalam övladlarına verdiyi bu vədi, istiğfar vədini məhz fəcr qabağı, səhər vaxtı etmişdi. Hansı ki, övladlarına vəd vermişdi ki, mən sizin üçün Allahdan bağışlanma diləyəcəm istiğfar. Fəcr namazından qabaq durub, övladlarının əffi üçün Allahdan bağışlanma diləyir. Çünki o bilirdi ki, o vaxt istiğfarın vaxtıdır. Rəvat edirlər ki, Loğman əleyhissalam oğluna nəsiyyətində deyir ki, ey oğlum, elə etmək ki, xoruzlar səndən zəkalı olsun, ağıllı olsun. Hansı ki, onlar səhər vaxtı nida edirlər, sən isə yatmısan. Və Ənəs ibn Məlik radiyallahu anhudan rəvayət olunur ki, o deyərdi ki, bizə Peyğəmbər sallallahu aleyhi və səlləm zamanından danışır, səhər vaxtı istiğfar etmək əmr olunmuşdu. Və bir rəvayətdə gəlir ki, 70 mərra, 70 dəfə. Hətta Cəfər Sadiq, Cəfər ibn Muhammed rahimehullah deyir ki, kim fəcrdən qabaq səhər vaxtı Allahdan 70 dəfə, 100 dəfə istiğfar, günahlarının əffini diləsə və bunu çoxaltsa, ayədə Allah Azza və Cəllənin zikr elədiyi vəl-müstəğfirinə bil-əshar bu kəslərdən yazılacaq Allah qatında. Səhər vaxtı Allahdan günahlarının bağışlanmasını diləyənlər. Həmçinin Abdullah ibn Ömər radiyallahu anhudan gəlir. Bilirsiniz ki, bu sahabə Abdullah İbn Ömər radiyallahu anhuma gecə ibadəti ilə məşhur olan sahabələrdən idi. Abdullah ibn Amr ibn As kimi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm İbn Ömər barədə demişdi ki, o salih kişidir, gecə namazına qalxsaydı nə gözəl olardı. Və Allah Rasulü aleyhissalatü və səlləmin bu sözündən sonra İbn Ömər gecə namazını tərkiləmir. Və gecə namazına qalxanda həmişə qulluqçusu Nafiyə deyərdi ki, səhər vaxtı girdi mi? Çünki onlar təcrübədən bilirdilər. Səhər vaxtı girib, hələn fəcrə var. Deyirdi ki, səhər vaxtı girdi mi, mənə xəbərlə. Nafi xəbərləyən kimi, artıq fəcrə az qalıb da, səhər vaxtıdır. Çəkilirdi bir kənara, hansı ki, gecəni ibadətlə keçirib müəyyən bir qismini və başlayırdı istiğfarı çoxaltmağa. Nazil olan bu ayələrə görə. Həmçin tabiinlərdən biri rəvat edir ki, mən gecənin son qismi çölə çıxdım Küfədə və məscidin bir küncündən, məsciddən birinin belə dua elədiyini eşitdim. Belə bir səs eşitdim. Dua edirdi ki, Allahım, sən əmirlədin, sən buyurdun, sən göstərdin, mən də itayət elədim. Və indi səhər vaxtıdır. Sənə istiğfar edirəm, məni bağışla. Və sən göstərdin, bəyan etdin, deyəndə də məqsədi bayaqları zikirlədiyim ayələr idi. Və indi də səhər vaxtıdır. Mən səndən bağışlanma diləyirəm, məni bağışla. Adam deyir ki, boylandım məscidə, çünki o vaxtı məscidin divarları belə deyildi axı. Boylandım məscidə ki, görüm kimdir, gördüm Abdullah ibn Məsud. Radiyallahu anh. Bu, mən deyərdim ki, günümüzdə əksər müsəlmanların qəflətdə olduqları bir məsələdir. Elədir ya yox? Elədir. Yəni, səhər vaxtının
istiğfar vaxtı olduğu, baxmayaraq ki, Allah Azza və Cəllə bunu Quranda bir yerdə yox, 2 yerdə zikr edib. Gedin o ayələrin təfsirinə baxın, görün alimlər nələr yazırlar, sələflər nələr nəql olub. Hətta bu Buxari və Müslim başda olmaqla digər hədis kitablarında varid olan məşhur hədisdə də gəlib əslində. Allah Azza və Cəllə gecənin son 1/3-də yer üzü səmasına enir və xitab edər ki, varmı mənə dua edən, dualarını qəbul edim? Varmı məndən istəyən, onlara verim? Varmı məndən bağışlanma diləyən, istiğfar edən? Hədisdə gəlir, gəlmir? Gəlir. Və onları bağışlayım. Fikir verirsiniz, həmin hədisdə məhz istiğfar da gəlir. Və bu gecənin son 1/3, gecənin son 1/3-nin son qismi hara düşür? Səhər vaxtına, fəcrdən qabaqki vaxt, istiğfar vaxtıdır. Bu ilin bütün günlərinə aiddir, bayaq dediyim kimi. Sadəcə olaraq Ramazan bunu özümüz üçün bir adətə çevirməyimiz üçün bir fürsətdir. Onsuz da sahura dururuq. Sahur vaxtı istiğfarı çoxaltmaq lazımdır və Ramazandan sonra da bunu bir qayda olaraq saxlamaq. Dua edirəm ki, Allah Azza və Cəllə eşidib fayda götürən qullarından etsin. Barakallahu fikum, sallallahu aleyhi Muhammed və alə alihi və sahbihi.